Orucova Maya Cəlil qızı 1971-ci ildə Ağdam şəhərində anadan olmuşam. Ağdam şəhəri 93-cü ildə işğal olunanda mənim cəmi 22 yaşım var idi. Bərdə şəhərinə köçdük, orada məskunlaşdıq. Sonra isə Bakıya köçdük, orada məskunlaşdıq. Heç vaxt ümidimizi itirmədik ki, Ağdama yenidən qayıdacağıq. O ümid həmişə bizlə yaşadı və şükürlər olsun Allaha ki, o günü yaşadıq. 20-ci ildə müharibə zamanı bölgələrlə bərabər Ağdamda yenidən qaytarıldı özümüzə, işğaldan azad olundu və bu sevinci, necə deyim, heç nə ifadə eləmək mümkün deyil. İlk köçlə Ağdama qayıtdıq, sevincimizin təbii ki, həddi hüdudu yox idi. Yenidən ilk Ağdam sakini olduq. Ailəmlə birlikdə indi yeni mənzillərin birində yaşayırıq. Evlə təmin olunandan sonra işləmək lazım idi. Yəni şəhərimizə, evimizə köçsək də işlə lazım idi. Və işlə maraqlandım. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Bakıda 6 ilə yaxın Aras Marketlər şəbəkəsində işləmişəm. Məşğulluq Agentliyinə müraciət edəndə mənə bildirdilər ki, Ağdamda Arazın filialı açılacaq. Mən təbii ki, buna çox sevindim. Təcrübəm olduğuna görə elə məni Araz Market şəbəkəsində pişirici, satıcı kimi işə götürdülər. Küllərindən doğulan Ağdam daha da gözəlləşəcək günü-gündən. Köçlər olacaq. Ağdam yenidən daha gözəl şəhərlərdən biri olacaq inşallah.